Her birinizi salamlayıram dostlar. Bugün yeni bir GeoGuessr videosu ile karşınızdayım. Bu videodan sonra hardasa videolara təxminən bir həftə ara verəcəm. Çünki mayın 25-i blot imtahanım var. Ona göre biraz başım darçıq olacaq, amma blotdan sonra yine videolar gələcək. Neyse, çox vaxt itirmədən başlayaq. Bu dəfə Battle Royale Distance oynayacağım. Görək necə olacaq. Artıq 7 nəfər var lobbydə. Yaxşıdır bu. Artıq lobby tam doldu. Amma hələ 20 saniyə var başlamağa. Cəmaət əl eləyir bir-birinə. 5 saniyə, 4, 3, 2, 1 və getdik. 10 nəfər tam dolu lobby, maraqlı olacaq. Ümid edirəm ki, ilk 3-ə düşərəm. Neyse, o zibil dabını oxumağa çalışacağım. Blurlayıblar. Buradan da oxumaq olmur. Hələ ki heç bir fikrim yoxdur, amma biraz axtaraq. Yəqin ki Avropadır, böyük ehtimal. İrlandiya fikirləşirəm. Və bəli, elə deyəsən tutuzdurmuşam ölkəni. 3-cü yerdəyəm. Və 1 saniyə növbəti raunddayıq. Bəli, İrlandiya idi elə. Sadəcə yəni biraz təcrübə məsələsi idi deyə bilərəm. Yəni İrlandiyanı bu oyunda çox görmüşəm deyə. Yəni bu yer mənə İrlandiya vibe verdi. İndi görək bura haradır. Yenə Avropadır, böyük ehtimal. Amma hansı ölkə? Bu təbiət və hərflər baxın buradan məncə ya Norveçli ya Niderland. Norveç deyil. Və son anda keçdik və bura İsveç imiş. Stockholm şəhəri. Paytaxt yəni. Bir nəfər Portuqaliya verib onun hesabına keçdim. Yəni ucuz qurtulduq Türklər demişkən. Short stay. Görüm qarşıda nə var. Jetstar.com Terminal 2-minute drop off pickup premium. Günəş şimaldadır, mənə elə gəldi ki. Newcastle aeroport. Ha, bu Avstraliya olacaq. Avstraliyada Newcastle limanı da var. İkinci durub olmağın üstünlükləri. Newcastle limanı hardadır? Neyse, əsl ki keçim növbəti randa. Bəli, elə yaxın tutuzdurmuşam əslində. Hə, Newcastle buradadır. Burada Newcastle'a yaxın bir yerdir. Cəmi 3 nəfər Avstraliyanı seçdik. Neysə, artıq 7 nəfər qaldı.
Görək ilk altılığa dala biləcəyikmi? Bura haradır görək. Hələ ki axtarıram. Bura Cənubi Amerikaya bənzəyir. Və keçdik. Və bura Peruymuş. Lima şəhəri. 3 nəfər şəhəri də tutuzdurub. Elə ölkəni tutuzduranda 3 nəfərdik. Nəysə, son 6 nəfərə daldıq. Görək necə olur. Aha. Görək bura haradır. Dəniz sahili mövqeyi və biraz da dağlıq. Bəlkə Balkanlardan bir yerdir bura. Burada nə yazılır? Podlovit Saranac. Hə, bu 100% Balkanlardan bir yerdir. Xorvatiya düşünürəm mən və ya Sloveniya. Mənə elə gəlir ki, o ikisindən biridir. Məsələn, verdim bura. Yaxınıq. Fərdlər yaxındır, təhlükəlidir əslində vəziyyət. Nəysə, adam çox sağ verdi 5-ci yerdəki adam və elə Xorvatiyaymış, sadəcə aşağı hissələri idi. Mən biraz yuxarı hissələrinə verdim. Əsl ki, növbəti raunda keçdik, son 5 nəfər. Bura haradır görək. Bura hara ola bilər? Nə gündə damaşın. Heç bir ipucu yoxdur, yəni. Günəşin cənubdan gəlməyindən başla. Biraz larılı dağlar görürəm arxada. Bəlkə Rusiya. Və keçdik, bəli. Rusiya deyil, Qırğızistan imiş. Nəysə, əsas ki, ilk 5 nəfərdən 4-cü oldum və keçdim. Aha, indi görək bura haradır. Artıq güclü rəqiblər də alıb. Aha, burada bu ya Çin hierogliflərdir, ya Yapon hieroglifləridir. Tariya da ola bilər. Hər bir halda baxaq görək. Niyəsə daha çox Çin fikirləşirəm, amma üç nəfər seçim edib bir dənə mən də almışam. Nəsə bura atdım. Yox, tutmadı. Uduzduq. Və bura Yaponiyaymış. Eybi yoxdur. İlk 3-ə düşmək istəyirdim, 4-cü oldum. Eybi yox. İndi sadəcə izləyirəm.
bura Cənubi Amerikadır. Buna şübhəm yoxdur. Bu seriyanın nömrələrin, yəni bizdə necə plus 994-dürsə, bu ölkələrin də həmin o nömrələrin bilmək əslində bu oyunda kömək ola bilir. Məsələn, bura nömrə yazıblar, amma bilmirəm hansı ölkəndir. Algemiro. Çili zat fikirləşirəm və görək haraydı bura? Yox, Braziliyaymış. Elə uduzan adam da Çiliyə səs verib. Amma ilk iki yerdəki adam Braziliyanı seçib. İndi finalda görək kim qazanacaq. Yenə herogliflər. Yəqin yenə Çindən zatdan bir yerdir. Və bitdi və Tayvan adasıymış. Məncə maraqlı oyun keçdi deyərdim ki. Və bu oyunda uduzduq. 4-cü olduq. Pis olmadı məncə. Kifayətlər yaxşı keçdi deyərdim ki. Bu da sıralama. Bugünkü videonun da sonuna gəldik dostlar. Bir də yəqin ki bir həftə sonra video çəkə biləcəm. Növbəti videolarda görüşənədək sağ olun.